Axşamın elə bu çağında, bu vədəsində sizi odlu, alovlu, illərin yanar saat proqramından salamlayıram. Həftə içi 5 gün ərzində həm radio dalğasından, həm də televiziya ekranlarından görüşünüzə gəlirik. Və bu həftədə, bugün də sevə-sevə, gülə-gülə, odlu, alovlu, yanar-yanar salamlarımızı sizə çatdırıram və canlı-canlı, cap-canlı başlayırıq. Elə bu dəqiqələrdə qeyd etmək istəyərdim ki, Dünya Televiziyasının efirindən həftənin sərasər 5 günü, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və müqəddəs cümə günləri sizinlə yanar saatdan salamlayıram sizi və bu axşamda bir-birindən gözəl, mükəmməl qonaqlarımız var. Və hörmətli tamaşaçılarımız, əməkdaşlarımıza buradan atəşli salamlar, maşallah, operatorlarımız buradadılar. İşlərinin başında enli kürək, boylu buxunlu, yeni mənzilin də mübarəkdirsən, maşallah. Cehizi gəlib, yorğanı, döşəyi, gözəl. Hamısı da öz markalarımızdır. Allah qoysa səni evləndirək də, hə? Subaylar var aramızda. Öyle də baxır, səni demirəm. Dünya Televiziyasında gözəl bir toy mərasimi olacaq inşallah. Allah qoysa bir 10 yaş böyük bir əli üçün bir xanım tapmışıq. Allah qoysa bir ailə quralları inşallah. Gözəl izdivac olar. İnşallah belə balaca övladlar olarlar Allah qoysa. Bəli, balaca operatorlar yetişdirək də gələcəyinə də. Qoy operatorlardan bol ola. Nə qədər Bahar çəkərik. Bahar nə qədər öyrətsən öyrənib tutara bilmir. Bahar qoyulsun mənim şəxsi mətbuat katibim. Hə Bahar? Bəli Bahar. Yaqub kişi yenə də nəvələri, nəticələri yanındadılar. Orada da elə maşallah özünə qulluq eləyir. Emin orada nə qədər fındıq qoz yeyir. İlahi. Bunun elə nə vacib ancaq fındıq qoza yedirir. Nuş olsun. Emin də oradadır, Yaqub da oradadır. Nə olsun, təki fındıq qoz yesin. İnan kasa var idi. Kasa, Orxanın qabağında bu boyda kasa var idi. İnan nə bilmə, toyuğun qanadı, quyruğu, hamısı orada idi. Bir dənə də zavod çörəyi. Yox, o səhər tezdən var ha, səhər tezdən. Şirinçayla küftə bozbaş yiyən adamdır. O arıqlıya. Feyxanı sən yiyirsən, yalan danışma. Feyxanı sən yuyulmaya yiyirsən. Onu da heç olmasa suyun altında. Dəhşət sən elsən də, valla. Və buradan Elvin də iş başındadır. Haçan gedirsən, gileyi güzardı. O çatışmır, bu çatışmır, o çatışmır. Düzələcək də, ay çox, il çox. Nə yaşımız var ki, o da düzələcək. Aybəniz xanımı buradan salamlayıram. Dəyərli layihə rəhbərimiz, o da işinin başındadır. Amma bugün bizə evdən tamaşa eləyir. Onun da axşamları xeyirli uğurlu olsun. Biz başlayırıq. Qeyd etmək istəyərdim, hörmətli tamaşaçılarımız, elə yanar saat proqramında proqramımızın sponsoruna da bir atəşli salamlar çatdıraq. Jumpet bir markadır, bir brenddir. Türkiyə istehsalı olan Jumpet'in məhsullarından hər kəs ala bilər, əlinizin altında olsun. Və ən əsası odur ki, cəmiyyətimizdə hələ də, belə deyim, geniş yayılmasa da, bu haqda danışılmasa da, amma bəzi insanlar var ki, həqiqətən də sidik qaçırmasından böyük əziyyətlər çəkirlər. Həmin insanlar ki var, siz Türkiyə istehsalı olan, Türkiyə markası olan, Türkiyə brendi olan bu Jumpet'dən alın, yararlanın və cəmiyyətimizə siz də qoşulun, bizim aramıza qatılın, həyatı sevgi dolu, doya-doya yaşayın və ən əsası odur ki, bu xəstəliyə zaman gələcək, siz də qalib gələcəksiniz və Jumpet markalarından hər kəsə almağa dəvət eləyirəm, yararlıdır və həmçinin də çox keyfiyyətlidir. Hörmətli tamaşaçılarımız, axşamın elə bu çağında, bu vədəsində həftə içi 5 gün radioda görüşdükdən sonra elə həftənin sərasər 5 günü də sizinlə Dünya Televiziyasının efirindən salamlayıram. Bir-birinə rəngarəng, gözəl qonaqlarımız var. Elə gözəllikdən, sevgidən, məhəbbətdən söhbət açanda bu cavan oğlan gəlib yadıma düşür. Cavan olmasına baxmayaraq artıq illərdir pedaqoq kimi çalışır, gözəl ailə başçısıdır və həmçinin də gözəl xanəndəmizdir. Məktəbi olan bir ifaçıdır. Söhbət Elgiz Əliyevdən gedir.
Maşallah, Elgiz xarizma yerində, pencə, qalstuk. Bunu gedəndə qalstuk verərsən mənə. Bir Ağadaş Ağayevdədir, bundan bir də səndədir. Gözəldir ya, hamısı gözəl. Kimdə? Elşad Qarayevdə bundan olmaz. Elşad Ürəvanın körünə nəyi var, onları giyir. Valla. Xoş gəlmişsən, axşamın xeyir olsun. Əzizimiz Anar bəy sizi və xeyirli uğurlu olsun. İlk dəfədir sizin Dünya Televiziyasında olan verilişinizdə çıxış edir. Amma o tərəfdə görüşmüşdük də, digər çox görüşmüşük, digər boş kanallarda. Mən dedim, sən daha gəlməzsən o tort məsələsindən sonra. Yox, elə tort alıb gəlmişəm. Gəl, nə danışırsan? Daşdan da səs çıxarmış, ay Elgiz. Tort var deyil. Yenə keşke daşamın mənim daş olsun. Yox, səsin sorağın gəlir sənin ki, bir qonaqlıqlar verirsən, bir nə bilim yığıncaqlar, yaxşı maya buraxmağın var, mən yarım qonaqlıq məsələsi qutarı bey. Bildin də, sən anarı saxlaydın bəsliyin yanında. Anar səndən nə qaşqaldaq istəyəcəkdi. Canım üçün yox. Sən Allah yaxşı. Danışırsan, cəmaat inanır. Quzu kəsirdin, eləyirdin olarsın. Ağcabədidə o xoqqalardan çıxırdınız, onlardan xəbərim var. Bərdiyə geyib çıxmışdınız, oralıqdan xəbərim var. Zabratın kruqunda o kababdan, ətdən yeyirdiniz. Mənə aparıydı yanına. Sənin canına, özümün canına heç mənə quzu kəsməmişəm, nə də bir şey. Bravo, mən yiyəndə oturacaqdım yanınızda elə. Dedim ki, gedək səninlə balıq yiyək. Toyuğun qanadından, quyruğundan yiyəcək. Mən balıq yeməyə gedirəm Mamulinka ilə, Nasbəri Dostəliyeva ilə. Mən balıq yeməyə gedirəm Aybəniz Haşimova ilə. Yerlərim bilirəm, onlar nə hardadır. İndi sən mənə türkün məsələ elə balıq yedizdirməlisən ki, onların qabağına 9 qoyaq. Bir ifa gəlsin.
Çingiz, gələndən kebabdan danışdın, qonaqlıqdan danışdın, tortdan danışdın, tamaşaçıları salamlamadın. Bir ular Elə onu deyirəm də imkan vermədin. Salamlayıram hər kəsi, bütün Yanar Saat izləyicilərin hər birini salamlayıram. Dəyərli Azərbaycan tamaşaçılarını salamlayıram. Və xeyirli uğurlu olmanı arzulayıram bu verilişin və inanıram ki, Anar bəy hardadır, o veriliş mütləq Allah səni var eləsin. olacaq. Xoş gəlmişsən əzizim. Buyur əyləş. Mən buradan bizim dəyərli kafedra müdürünü, mənim gözəl dostumu, Ləhəc bağlarında bağı olan Mənsum İbrahimovu da salamlayıram. Bir dəfə də elə onun yanında mütləq adını çəkdi. Bizim dəyərli ustadımızı mən də salamlayıram. Mənsum müəllim həqiqətən həm böyük sənətkardır, həm böyük şəxsiyyətdir, həm böyük insandır. Səni necə çox istəyir, sənin haqqında elə bircə kəlmə Elgiz dedim keçən mövsümdə. Dedi, hə, Elgiz mənim ən gözəl tələbələrimdən biridir. Nəinki müəllimimiz, Mənsum müəllim demək olar ki, Mənsum müəllimin yanında bütün Azərbaycan hər bölgəsindən tələbəsi olubdur və hamısına xüsusi qayğısı olubdur. Ən əsas da valideynlik qayğısı olubdur o adamın. Biz ondan mən öz adıma deyə bilərəm ki, tək sənət yox, elə üzrə olan tələbələrin hər birinin, siz maşallah arif adamsınız, özünüz baxan kimi bilirsiniz. Hər bir tələbəsinə baxanda o kişidən tək sənət yox, biz o kişidən mədəniyyət öyrənmişik, böyük kiçik yeri bilməyi öyrənmişik. Allah qorusun. Bu yaxınlarda da Leyli və Məcnun yenidən belə deyim də oynanılacaq Heydər Əliyev sarayında səhv eləmirəmsə. Yanvar ayında olmalıdır inşallah. İnşallah xeyirli olsun. Çox gözəl. Çünki çox sevirəm onun Məcnun obrazında onu görməyi və bilirəm ki, opera balet teatrında bir dəfə oynadı bu yaxınlarda. Böyük anşlaqla keçdi hətta. Bəli, çox böyük anşlaqla. Düzdür, bəzi insanlar başqa cür yanaşırlar filan, bəhmət tamaşaçılardan söhbət gedir. Amma mən buradan vurğuluyum ki, yəni mən nə opera balet teatrının solisti deyiləm, nə bir şey. Mən müəllim adamam. Amma yəni görülən tərəfi deyirəm ki, gördüyümü deyirəm mən ki, opera balet teatrında maşallah en qədər gözəl bizim gənc məcnunlarımız da var, leylilərimiz də var və bunların hamısının orada olmağında da ən böyük təşəbbüsü olan elə Mənsum İbrahimovdur, elə Nəzakət xanımdır, Allah onların hamısına can sağlığı versin. Bəzən deyirlər ki, bu yaşda, qardaş, bu yaşda deyəndə ki, elə gedin o yaşda o kişinin o Məcnun oynamağına, bir oxumağına baxın. Ondan sonra o fikir bildirir. Elə hamı oturub ekran arxasında öz-özünə fikir bildirir. Allah sən var eləsin. Kaş deyirəm İncəsənət Universitetində oxuyan ərəfələrim olaydı. Sən də olardın mənim müəllimim, valla. 5-dən falandan gümbüldadardın mənə. Bilmirəm indi nə tər olardı da. Yox, niyə şey eləsən, maşallah 5-li adamsan da. Hörmət tamaşaçılarımız, Elgiz bizim qonağımızdır, əziz dəyərli dostumuz, gözəl xanəndəmiz və qeyd etmək istəyərdim, Yanar Saatda növbəti qonaqlarımız da var, elə növbə-növbə ardıcıllıqla onları da istəyirəm dəvət eləyək. Aşıq sənətində də sevilən ifaçılardan biridir, öz gözəl mahnıları ilə, musiqiləri ilə. Mən elə istəyərdim hal-hazırda Elçin Rəşidoğlunu dəvət eləyək. Axşamın bu çağında Yanar Saat proqramına xoş gəlib, səfa gətirib.
gözümü, billah olmaz gözümü. Düşmüşəm mən sazağa, yardan ayrı uzağa. Düşmüşəm mən sazağa, yardan ayrı uzağa. Yolun birdən düşsə gəl, cənnət məkan qazağa. Cənnət məkan qazağa. Hey, yolun birdən düşsə gəl, cənnət məkan qazağa. Cənnət məkan qazağa. Gəlib düşən aşığın, vallah olmaz gözümü, billah olmaz gözümü. Ay canam, gəlib düşən aşığın, vallah olmaz gözümü, billah olmaz gözümü. Hə, Rəşidoğlu, xoş gəlmisən. Axşamın xeyir olsun. Axşamın xeyir olsun. Xoş gəlmisən. Nə qədər prodüserin var sənin, hə? Biri mətbuat katibidir, biri prodüserdir, birində saz gətizdirdin əlində, birində balalayka gəldi əllərində. Bu qədər insan oturmuşdular da evdə, telefonla oynayırdılar Yox, evdə oturmamışlar da. Mən əvvəla salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Bizi hazırda izləyən dəyərli televiziya tamaşaçılarını və sizi Anar müəllim, Elgiz qardaşımı salamlayıram. Mən Sumqayıt Musiqi Kollecində 7 ildir pedaqoq kimi çalışıram və biz hazırda dərsdəydik, dərs prosesində. Qalıydılar orada, gedəndə açaq. Onlar Sən hara gedəcəksən, bunlar sənin arxanca gedəcək. Çünki Sən mən- bir dənə gizli işin olmaz onda. yox, mən də ustadımdan elə görmüşəm. Əhliman müəllim hara gedib məni yanında aparıb. Allah şəfa versin. Həm Əhliman hə, müəllimə. o deyir ağıllı adamlar deyilən sözü diqqətlə dinləyib düzgün dərk edər. Bilmədiyim bilənlərdən öyrənib, bildiyini bilməyənə öyrədər. O elmi möcüzətdir rüsxəmbər. Sənin də heç bilmədiyin var məgər? Dedi baho, bilmədiyim üstündə əgər. Çıxıb dursam başım göylərə dəyər. Dəyişik düşməmsən, elə Aşıq Əhlimanın tələbəsisən sən. Onun Var da ol. elə birinci salamı görür. Evində olmusan, müşfiqdə. Belə mənlə demək olar elə həftə 8-9 onlara gedirəm ustadım. Yeməyə, acdın olarda sən. Xeyr, elə. ustadımız- Az bilmirsən elə Ustadımı sən. ziyarət eləməyə gedirəm. Amma Əhliman ustadın evində mən də olmuşam. Gözəl xanımı var. Buradan onu Aybəniz salamlayıram. xanım, bəli, Aybəniz salamlayırıq xanım. biz də Aybəniz Gözəl. Mən xanım. gedəndə ağaclar böyüyürlər, indi daha da böyüyərlər. Elgiz bir mənə o göstərirdi orada nələr əkib, necə olar. İndi səhhəti necədir? Yaxşıdır? Səhhəti, bəli, Aybəniz xanımın sayəsində göydə Allah yerdə Aybəniz xanım çox gözəl diqqətlə baxır, onun dərmanların vaxtında eləyir. Bəli, şükür Allah. Amma yenə də bağa baxır Əhliman. Baxır. Bəli. Elə bağdır o şəfasını kişini versin. saxlayan. Bəli, bəli. Valla o bağ deyil onu. Müşfiqabadda idi səhv eləmirəmsə. Hökməlinin Nəsə Hökməlidən o- biraz aşağı Sulutəpə deyilən Sulu bir yer təpə var tərəfdə. orada. Bəli, yadıma gəlir hə. Şuqabada çatmamış. Bəli, yolun kənarında idi. Salamlayırıq Gözəl bağlı, efir bağatı vasitəsilə. Allah var can idi. sağlığı versin, Allah Əhliman ömür müəllim. versin. Allah Anar kömək qardaş, olsun. elə Allah Elçin qardaşıma da can sağlığı versin. Mən Elçini tanımıram, bugün tanıdım. Bax bugün mən proqramda tanıdım. çoxdan tanıyıram. Elçin qardaş həqiqətən siz necədir? O həqiqətən o deyir ustadına kəm baxan gözünə qan damar. Bu elə belə yerdir. Bu atalarımız hamısı gözəl sözlər deyirlər. Elçin qardaşım var olsun ki, o həmişə də ona görə də bərəkətli və uğurlu olacaq. Çünki o cür kişinin, o cür sənətkarın və o cür ustadının qədrini bilir. Allah Əhliman müəllimə can sağlığı versin. Öpürəm, Elçin çox neçə sağ ol. yaşındasan? Mən 35 yaşım var. Yaxşı, sən soyuducuda qalmısan. Hansı mərtəbəsindəsən? Buzluqdasan, aşağıdasan. Sən mən elə bilirəm ki, 21 yaşı var onun. Valla. Neçə yaşlıydın sən? 35. Sən Allah. Maşallah, indi evdə yəqin mama baxır eləyir.
Maşallah, maşallah. Oğlumu Allah qorusun Allah. Yox, Xanım yaxşı. üçün elə keçən səfər də mənə dedin, amma özündən xəbərin yoxdur Mənim nə maşallah. yaşım var, sizin yaşınız. Siz qoca kişilərsiniz. Mənim 27 yaşım olmaya. Bəlkə 3 bir nəfər cavan. 20 Biri gələ Ənkə üstünə. Niyamətdin Musayevdir. Biri məndən, biri də maşallah xarizmatik Mübariz Tağıyevdir. Allah Allah ikinə sizə də də ömür ömür versin. versin. Amin. Mənim elə çox yaşım yoxdur əzizim. Sən bilmirəm hansı yöndən durub gəlmisən, sən kimi 80 öyrəndin. 81 Bir dənə var. tort gətirmisən. 81 var. Bir dənə tort gətirmisən. Orada tortanı bayaqdan bütün respublikaya bildirdin. Bir dənə tort gəl. Sən Allah hardadır? Maşında. Maşın üçün almısan tortu. Yox da bura nəfər İlahi, gətirin sən tortunu. bura gətir ki. Bir nəfər ki, sən getsin götür. Açarı ver görək hansı nə maşın sürürsən görək. Bahar kimi göndərək, o təzə evlənib, onu yox, sən get. Gətirərlər. Vallahi mənim deyil. Dostumun maşınıdır, mən maşınımı təzə satmışam. Sürürəm hələ ki. Gülüstanda da bundandır. Gülüstan xanım ondan daha yaxşısına layiq. Gülüdə də bundandır, gülü yanaqda. Gülyazda yox, Gülyazda ucuzdur. Bahar ala, ancaq sənə əmanət eləyə bilərəm. Ya da sənə verirəm. Bu bizim otağımızın açarıdır Əli. Götür, götür. Hə, onu gətirmirsən, tortu gətir. Sən də elə. Sonra bütün dünyaya car çəkəcəksən ki. Veriliş gedirdi, ona görə. Veriliş gedəndə adam payı gətirər də. At gətirməmsən, dəvə gətirməmsən deyən bağlamısan orada. Götür yeyə eləyə. Tort dedin, gətirmişəm. İndi nə istəyəm mən? Elçin qardaşla bir qəşəng ilk tanışlıq üçün qəşəng tort hazırlatdırıb gətirib yesən. Allah sağ sağ. Elçin ürəkli oğlandır. Vallah, Aha. Anar müəllim, mən bilmədim siz Nəyi bilmədiniz tort ki? həvəskarısınız. Mən tort həvəskarı deyiləm. Bəli. Siz qonaq gəlmisiniz. İlk dəfə biz sizinlə görüşürük. Mən tort yeyən deyiləm. Ümumiyyətlə bundan sonra tövbə eləyərəm. Sən gətirdiyin quruda belə yaxın durmaram mən. Qazaq tərəfdənsiz? Yox, mən Şirvan bölgəsindənəm. Ağsu, bir tərəfində Qarabağ tərəf Qubadlı. Ha, onlar əli açıq insanlardılar. Sən Heç daş nə açıq parçası oğlandı, olaraq sən bilməyib də. kimə oxşadın, kimə bənzədin. Deyir mən bilmirdim sən tort həvəskarısan. İndi mən car çəkəcəm ay aman, ay dat ki, mən tort həvəskarıyam. Ay Rəşidoğlu gələndə mənim üçün bir tort gətirəcək. Gələn Valla səfər tort, inşallah tort söz olsa verir. elə Ruhəngiz sarı cücəmə deyirəm, Ruhəngiz Allah verdiyə baya. Bir də mənim üçün Napolyon hazır idi ilə onun belə heç belə tay bərabəri yox. deyir, Əlbəttə. kəkli gəzər daş üstə, kipri oynar qaş üstə. Əvəssalam elə kəkli ilə məkli ilə başıma alacaq. Tort deyirsiniz, biz də deyirik baş üstə. Görək də Allah qoysa, Allah indi oturaq gözləyək ilahi. Vaxt vədə yetişəcək. Mən gedib Mətanət İskəndərlinin qapısını döyəcəm ki, acmışam. Gəlmişəm sizə Burada tort çətin nə yeməyə. var ki, veriliş qutarsın, gedib oturuq çay içək, Elçin qardaşla bir qəşəng tort alacaq, çay içəcək. Nə var ki? O yaxşı fikirdir. Bax görsən. Görsən. Burada nə var ki? İş yaşda deyil elə başladı. Daha bir qonağımız da var, hörmətli tamaşaçılarımız. Hərdən anam mənə deyir evdə, Elgiz, bir sən nə deyir? İlk dəfə onu açıram sənə deyir. Deyir, dilimin altına bir dənə qənd qoy. Deyirəm o məndən şirin kimsə var. O anamızın əllərindən öpürəm. Allah hamının valideynlərin qorusun. Allah. Doğrudan Elgiz səni çox istəyirəm, həqiqətən. Sağ ol, Vallahi. qadınam, vallahi. Biraz təzə-təzə səninlə tanış olanda onu da səmimidim, səni sevmirdim. Elə qarşılıqlı idi, bax mən də açıq Yaxşı, deyirəm. bax, Valla. səmimi deyirəm. Mən ha. çox adamla heyl olub, Mikaillə də heyl olmuşuq. Aha. Amma sonra dostlaşmışıq. Bax sizlə. Olur da, görkəm başqadır, ürək Yox, başqadır. ən əsas yol yoldaşı olasan da. Məsələn, yol yoldaşı nə deyil, proqramlar falan özü də bu Bəli, yoldaşlıq bəli, yoldaşlıq eləyən Deyirəm, insan heç adam. sənə qanım qayranmırdı, amma səmimi deyəcəm onu. Sən ömrü boyu mənə mərfətlə yanaşmısan. Yəni mən onu itirə bilmərəm də. Allah Yəni sağ o ol. mədəniyyətin ki var ha, sən bax harda olub, bax o kənarda görmüsən məni, yaxınlaşmısan, görüşmüsən, bir salamı vermisən. Mən o elə şeyləri elə tez orada yaşdan falandan söhbət getmir ha. Düz, düz. Ümumiyyətlə o insanın Biz- evinin mən- mədəniyyəti, Biz elə tərbiyəsi. tərbiyə görmüşük, vallahi elə kimi görsə hamiyyətə, hörmətlə tərbiyə ilə bu bizim borcumuzdur. Mənim atamın bir yaxşı bir sözü var, üzr istəyirəm bir kəlmə. Allah ömür versin. Həmişə deyərdi ki, Allah bütün valideynlərə can sağ versin. Deyərdi ki, bala, bir adam sizdən bir gün qabaq doğulubsa, bir saat qabaq doğulubsa, ona hörmət eləmək sizin borcunuzdur. Çünki o Allahın yadına sizdən qabaq düşübdür. Nə gözəl, mən bunu ilk dəfə də Hə, eşidirəm. bax bu Deməli, biz əgər bu səndən tərbiyə ilə bir gündə, böyümüşük. bir saatda tez dünyaya gəlibsə, deməli o Allahın səndən... yadına səndən qabaq düşübdür.
Onda Ağadaş ağa Allahın yadına məndən tez düşür. 100%. Allah Ona hörmət can eləmək sağlığı borcumuzdur. versin. Amin. Allah qorusun. Tortumuz da gəldi, amma tortumuzu birazdan təqdim eləyəcəm. Növbəti qonağımız da var, çünki onu da istəyirəm dəvət eləyəm. Maşallah bir dənə burada Wikipedia yazıb mənə göndərib. İlahi, ilahi. Onları gedişatla deyəcəm. Bir sözlə, o nəsə istəyirsənіз show biznesdə ya. O dəqiqə Rüfət Axundov deyir, məndə var. Nəsə Rüfət Axundov deyir, məndə var. Rüfət, məndə var. O da yaxşı bir şeydir əslində. İndi bu qardaş da maşallah aktyor, kino aktyoru, həmçinin showman, lazım olanda belə deyim, oxuyur da, oynayır da. Loğman İsayevi mən istəyirəm hal-hazırda dəvət eləyək. Loğman gəl görəyik, gəl, oynaya gəl, ha, belə gəlmə. Görsən aktyoru dəvət eləyirəm, elə bilsən kolxoz sədri gəlir. Deyirəm, o bir oynaya gəl, elə bir səhnədəsən də. Bir oynaya gəl, rəqs eləyə gəl, elə. 2 övladınız var. Maşallah, Allah qorusun. Xoş gördük Anar bəy. Mən ilk öncə Dünya Televiziyasının izləyicilərini və xüsusilə Yanar Saat verilişinin bütün izləyicilərini salamlayıram. Anar bəy, çox sağ ol ki, məni verilişə dəvət elədin. Həmişə tamaşaçılarımız deyirlər ki, səni televizorda görürük. Bugün də televizorda görəcəklər. Soyuducuda görməyəcəklər, siz deyirlər. Ay rəhmətliyin nəvəsi. Çox sağ ol ki, məni bax belə gənc, gözəl, perspektivli sənətkarlarla dəvət eləmişsən. Fokus bacarırsınız yoxsa yox? Bir dənə onu var. Bir də onu var. Orada körlardır. Bir də yaxşı tort bişirirəm. Sadəcə bugün hazır. Bugün tort mən. Hazır. Bu nə deyib? Bugün nə oldu belə? Bugün deyəsən ancaq tortdan danışırıq. Təcrübə gördün, təcrübə sözündür. Ona görə əl boş gəlmiş. Yox, hazır məhsul yox idi. Elə də sizə 2 gün qabaq deyilib də proqrama gəlməkdə. Yəni sizdən biz demirik ki, məsələn gedib tutalım da, Belçikadan gedib şokolad gətirəsiniz, ya tutalım. Məsələn mən sizə İtaliya buğda unundan istəyirəm bir. Elə buğda ilə götürərdə 65 qəpiyə unun kilosudur. Bu dəqiqə hal-hazırda 65 qəpiyə. İndi elə ucuz bir 95 qəpikli bir şokoladdır da ona da. İnsanlar var ki, elə onlara görə Belçikaya şokolad dalınca getməyə dəyərsiz onlardan. İndi onu da gözləyək bir. İnşallah. Allah qoysun, tək olsun. Təşəkkür ederim. Bunu tortla kəsin bunu. Gəl, Rəşid oğlu, gəl bunu tortla kəsər bizi inşallah. Tortla, Allah qoysun. İşə düşdüm bugün. Yox, özü dilivizlə də deyirsiniz, dilivizlə də deyirsiniz ki, bəli, mən özüm tort da hazırlayıram, Hoş tort da bişirirəm. İnşallah onların da dadına baxarıq. Çox sağ Mən də olun. radioda, layihəmdə Elgiz, yəni qismət olmadı da sənə orada bir süfrə açasan da radioda, hə? Olmadı. Amma bir dəfə buradan salamlayıram bizim gözəl səsli xanəndəmiz Alma xanımı. Alma xanımın qonaq olmuşuq. Süfrəsində oldun sən. Bəli, süfrəsində olmuşuq. Apple'ın süfrəsində, Alma xanım demə onu, mən ona Apple deyirəm. Mən Alma xanım deyirəm. Bu yaxınlarda da ana olubdu. Maşallah. Allah o Dünya gözəl balalarını markasıdır. saxlasın. Dünya markası Apple'dır. Hə, Alma xanım həqiqətən gözəl ifasıdır. Mən çox sevirəm Alma xanımı. Onda sən Havayiyan qismində əyləşmişdin də orada, hə? Hə, elə idi. Kim idi orada? Zakir Əliyev olar, baxma. Yox. Vallah. Sən də yeyib bitirənlərdən səni. Niyə? Alma açmışdı süfrəni. Alma xanım açmış süfrəni, o da yadımda qalıbdı da əsas odur. Bəs o yeyənlər kim idilər? Yeyənlərlə mən yadımdan hesablayım ki. Tortumuz gəlsin. Əli gətir də tortumuzu. Amma açın gətirin də onu da. Onu əli gətir, o sənin boylu buxunlu, enli kürək mənim operatorum ki var, onu aç zəhmət olmasa, maşının açarında gətirsən Allah, gecə gözünə yuxu getməz. Maşının açarını da gətir, tortumuzu da gətir. Deyir, saxlamışam maşının arxasında, onu götür elə burada. Yox, aç belə gətir, elə onsuz gətir. Ay Allah, sən də bir işə yarıyarmışsan, ilahi, sən qurban olum, ay Allah. Gör torpağın üstündə kimlər gəzir, sənə qurban olum. Göstərin əlinin bir o gözəl gül camalın, gül simasın. Enli, boylu, buxunlu, mənim operam. Hara gedirəm mənlə deyə neçə illərdir, valla. Yine Allah qorusun, Allah saxlasın. Ay torpaq, sənə qurban olum, ay torpaq. Birazdan bunun elə dadına da baxarıq. Allah sən Allah, gecə göz və yuxu getməz. Yo, amma deyirsən, mən tortu neçə vaxt sənə deyirəm. Elə axırıncı danlaqdan sonra oldu bu, yoxsa necə? Danlıqdan sonra. Özdə bayaq yaxşı da deyirsən ki, anar o qonaqlıqlar qutardı. Mən ona qayıtmaq istəyirəm ki, orada o silsilə qonaqlıqlar nə idi ki? Vallahi deyirsən, indi hamı deyə bilir ki, mən elə həqiqətən silsilə qonaqlıqlar deyirəm. Qadan alın, bizi qonaq sarıb, bizi qonaq sarırlar. Yo, mən onu eşitmişəm. Yo, indi dostla, tanışla o tərəfini düz deyirsiniz ki, məsələn, mən dostlarıma çox bağlı oluram. Və həmişə də bir xarakterim var ki, son qəpiyimə qədər, məsələn, dostlarım üçün həmişə
Məsələn, o xərcləməyi özümə xoş bilirəm, özüm üçün rahatçılıq bilirəm. Yox, heç bir dostum şükür Allahın arxana çıxmır. Hamısı Yox, bayaq yanımda. bir cümlə işlətdik ki, də qutardı onlara qonaqlıq verməyinlərim. Yox da indi qabaq toylar zadlar yaxşı idi. Adam ürəyindən xərcləyirdi. Toy zad yoxdur. Biraz Allah, bizə min şükür ilahi, sənə qurban olmay Allah. Nə Min mənada? şükür bizə. Bizə elə desən toy yoxdur da biz neyniyək bəs? Yox, yəni onu mən də demirəm də qabaqçı qazanc yoxdur. Allah qoysa, deyir o su gələn arxa, İnşallah. bir də gələn. İnşallah. Amin. Hə Rəşid oğlu, maşallah 35-də dayandıq da, hə? Ailəlisən. Bəli, belə elə fikirləşdin dedin ki, ailəlisən. Övladlar var? Yox, hələ təzə evliyəm. İnşallah. Biraz geç sərfəmlisən də. Belə Elgizlə tanışlığınız var idi. Bəli, Elgiz qardaşımla neçə illər. Tanımamışam bu günlərə. Sizinlə bir Mən Moykaçanı tanıyıram, Mübarizi, Mübariz Salam. Camaloğlunu. Sonra Fəzaili tanıyıram. Əzail müəllim də gözəl sənətkarımız. İncə sənətdə bir paltosun giyinirdi buradan. İlahi, ədasını görürdünüz onun. Allah, Allah. Qızlar da ölürdü dərdindən Fəzaili. Yaraşıqlı adamdır da, yəni. Ölü indi də yaraşıqlı. Hə, Az qala maşallah. 70 illik yubiley olacaq, yenə də o yaraşığı var da üzündə də. Sən də elə danışırsan Maşallah ki. olsun, Allah qorusun. Fəzail müəllim bir də bir jest elibdi. O heç vaxt mənim yadımdan çıxmır. Özünün 100% yadımdan çıxırdı. Mən onda uşaq idim. Mən onda uşaq Nə idim. bilir o jest? Jesti saxlasan reklamlardan Hə, sonra reklamdan sonra deyərsən, deyərəm. maraqlı olar. Amma aşıqların adını çəkdi. Qoğalı da çox istəyirəm, ha, qoğal üzü. Yox, Namiq Fərhadoğlu, ona qoğal üzü də çox istəyirəm. Bir də qızlarım var, qəşəng gözəl. Gülarə Azaflı, Solmaz Kosayeva, Ulduz Aşıq Ulduz, Aşıq Zülfiyə, hamısı qızlarımdır. İllərin yanıb alışan Yanar Saat proqramı davam eləyir və proqramımızın sponsor haqqında məlumat çatdırmaq istəyirəm sizə. Cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da bugün bir çox insan sidik qaçırma problemindən əziyyət çəkir. Türkiyənin ən çox seçilən böyüklər üçün bez markası olan Jumped böyük və iri hərflərlə adını artıq bu camiyyəyə yazdırıb. Jumped bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif eləyir. Sidik qaçırma səviyyələrinə uyğun xüsusi olaraq hazırlanmış fərqli məhsullara sahib olan Jumped həyatınızı asanlaşdırır. Siz də bu həyatı dolu-dolu yaşamaq, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin, Jumped alın və inandırıram sizi, cəmiyyətimizə qoşulun, insanlarımıza qoşulun. Jumped məhsulları əlinizdən tutacaq və rahat-rahat gəzib dolaşa biləcəksiniz, işə gedə biləcəksiniz, yaxınlarınızla, əzizlərinizlə gözəl bir ortamda olacaqsınız. Jumped Türkiyə məhsulu olaraq böyük bir markadır, böyük bir brenddir. Çox qısa reklam arasından sonra hörmətli tamaşaçılarımız elə qaldığımız yerdən davam eləyirik və Yanar Saat proqramı həm radio tezliyində həftə içi 5 gün ərzində yayımlanır, həm də televiziya ekranlarından bu mövsümdən elə Dünya televiziyasından sizi həftənin sərasər 5 günü salamlayıram. Saat 7-də başlayan proqramımız düz 9-a qədər davam eləyir. Bu aylar ərzində maşallah bütün demək olar ki, Azərbaycanın ən tanınmış simaları efirimizə təşrif buyururlar, sağ olsunlar, dəvətləri qəbul edib onlar da gəlirlər, sevə-sevə, gülə-gülə proqramımızda eləşirlər. Yerun Salyan da sən deyəsən, elə yayxanmısan ki, maşallah, Zakir Əliyev kimi. Orada eləşirdin də, rahat bir qoltuqda. Oran qoltuğu sənin üçün hazır qoymuşdum oradakı. Qəşəng o tort kulinariyadan beyni və maraqlı ideyalar gələrdi orada. İstədim elçinə yaxın oturum. Yəni belə o proporsiyanı bölüşdürürsən. Çox uzaq tortdan olacaq. deyə proporsiya. Bura çox- Sən də elə danışdın ki, elə bil tortdan danışdın, proporsiyanı belə bölün. İndi bu tortu neçə hissəyə bölmək olar? O tortu gələn verilişə də saxlaya bilərsən ki, cəmaatı danlamayasın. Gələn 400 deyəndə ki, sən elə danışırsan, yox sən əli boş gəlmisən, sallana əli boş. Hələ gör nə fikrinə bax ki bunu. Məni 4 hissəyə deyir ki, bu boyda ona pay düşsün. Bəs burada opera, Bahar burdadır. O dünəndən yemək yemir o. Əli burdadır. O acıyalavaclar oradadılar, Yaqubla Emin oradadılar. Və onlarda da bir tikə çatsın da, heç olmaz toyuğun qanazından Gəlmiş mənim qoyuqlar. demişkən kollektivin qeydinə qalmaq. Bəli, mütləq. İndi gəlir mənbəyi hardandır? Tortdandır yoxsa şoulardandır?
Yox, gəlir mənbəyi şoulardan gəlir. Hə, şoulardan aparıcılıqdır. Bayaq Ülgüz ağlayır ki, Aktyorluqdur. yoxdur bu yoxdur bu tədbirlər. Yox, şükür, onu demirəm. Yəni Yəni- qabaqki işlər yoxdur da, reallıqdır da. Bunu hamı vurğulayır. İndi yoxdur həmin işlər, yoxsa var? Biraz elə bir müğənni qardaşımızdır, aşıqdır, aparıcıdır. Bizim ola bilər ki, müğənninin tez-tez işi olsun, aşığın biraz az, mənimlər heç olmasın. Yəni ola bilər belə yenə də proporsiyalar var orada. Yəni torta qayıtdım. Hə. Məsələ ondadır ki, şükür İlahinin qismətinə. Yəni qismətdən artıq yemək mümkün deyil. Yəni bir gün yoxdur, 2 gün yoxdur, 3 gün yoxdur, 4-cü gün həmin Allah 4 xalqımıza günün bərəkət versin. Amin inşallah. 4 günün ruzusu. Belə oturaqlı işiniz yoxdur da, hardansa gözünüzü açıb yumasınız. Yox, Tutam Elgiz kimi kartınıza yükləndi, məsələn pedaqoq maaşı yoxdur belə bir şey. O mənim xarakterimdə yoxdur. Vallahi Mən heç vaxt cavan vaxtından müdir istəməmişəm özümə. O müdürdür ki. Yəni mən müdür deyiləm, qadın. Onun elə kafedrami qoy indi Allah qoysa böyüsün, yetişsin, pedaqoqdur. eləsin. İndi kimdir orada? Teyib Hə, Aslanov, siz Teyib Elgizdən müəllimdir, yoxsa soruşdunuz. Gəncə Məsələn, Sənət hə. Universitetinə Teyib müəllimdir, Milli Konservatoriyada da mənsub müəllimdir. ikisindən də həmişə deyirəm də, kimin bax belə dostları var, kafedra müdürləri. Solumda Allah ikisine Mənsum de ömür İbrahimov, versin, ikisi de sağımda değerlimizdir bizim. maşallah Teyib Aslanov, ikisi də gözəl, dəyərli sənətkarlar. Sən hardasan indi hal-hazırda pedaqoq olaraq? Mən Şuşa Humanitar Kollecində, bir də Ağdam Cabbar Qayalı olardım, bir saniyə uşağımızın. Maşallah. Yəni çatdırmaq olur da bunların hər ikisində pedaqoji fəaliyyəti. Hərəsində bir stavka dərsdir, 306 gün işləyirəm mən. Maşallah. Yəni dediniz müdürdür, müdür deyil, yəni. Hə. Mikrofonla yoldaş elə bildim aparıcı ki, mikrofonla. elə bildim mənə müraciət edirsiniz, yoxsa mən Elgizin işinə qarışmaram ki, yəni danışsın. Mən özümdən dedim ki, yəni Yəni ev, eşik, maşın, bunların hamısını yerbəyer eləmisiniz, varmı? ev eşiyi var, bir dənə maşın yox. Allah O qoysa. da kraskadadır. İnşallah odur bunlar, Allah qoysa. Niyə də olmasın Təşəkkür, ki? təşəkkür. Filmlərdə Bəli, çəkilmisiniz də? mən almışam Rövşən İsaqdan. Rövşən İsaqın filmlərində 3 filmində rol almışam. Hə. Rövşən İsaqda çəkiləndən sonra mən Hansı fikirləşdim ki, filmlər idi? sonuncu fəsil filmində Vicdan haqqı və Yuxu kimi. Mənfi obraza deyildiniz orada, Yox, vicdan haqqında. yox. Rövşən İsaq mənə mənfi obraz vermədi. Çünki niyə? Onda bir belə bir iş prinsipi var ki, insanın xasiyyətinə uyğun da belə kinoda Yox, belə bir hərdən şey var. bəzi insanlar- Xasiyyətinə, həyat fəaliyyətinə uyğun rol verir ki, onu daha canlı Hərdən yaratsın. bəzi aktyorlar var ki, mən mənfi rol istəmirəm, deyirəm Mücüyanı. Sən oynama, mən oynamayım. Bu mənfini də kimsə canlandırıb oynamalıdır da. O yəni indi xasiyyətə baxmır ki, onu elə mən deyim. Əksinə mən istəyirəm mənfi obraz oynayam. Bəlkə Elgiz ürəyində deyir, sən mənfi adamsan. Elə demirəm, ümumiyyətlə deyirəm ki, rolda, məsələn o bir filmdə falanda bir nəsə belə deyim oynayam. Qardaşı kiməsə oxşadıram mən. Səncə kim oxşadıram? Bax elə Rəşid oğlum. Adil Karacaya oxşadıram. Deməyiblər sənə. Bizim dostlarımızdan biri də o da ifaçıdır. Hə? Hə? Kopyasıdır. Elə Emin kopyası da sən deyəndir. Daş parçasıdır. Yo, o səndən fərqli olar. Yo, o deyil. Amma Elçin əl açma oğlandır. Ay qardaş, sənin üçün əl açıqdır. Sən elə danışsan, mən onu Sən də birini görməmişəm. səvərdin. Mən ilk dəfə də onunla rastlaşıram. Evə gəlib, qonaq gəlib o. Ələ ətəyindən uzun gəlib. Sən Mən ona söz gətirmək verdin ki, buradan istəyirəm. çıxıb çay içəcək də. İndi mən deməsəydim elə gərək elə bir stəkan çay düşmürdü adama. Sən elə söz danışırsan ki, əl açıq. mən Əl açıqlığı tanıdım. sənə görə əl açıqdır. Qoşulub getmisiniz hardasa sənə Zabratın qurğunda ola bilər, sənə qonaqlıq verib. Mən görməmişəm axı Yox, bunu qardaş. qonaqlıqdan getmirsən. Heç istəmirəm, heç o əl açıqlığını da istəmirəm. Ümumiyyətlə deyirəm, bənzər sima cəhətdən. Yəni oxşar. Sən elə mənim yadımdan çıxır, sən yadıma salırsan. Sən ona nəsə qəsdi qərəzliyin var. Yox, dedim. Belə o mənada, ona görə deyirəm. Yo, inşallah da gəncdir hələ. Elçin O özü deyir, yaxşı 35 yaşı qardaşdır. var, onu təzə addımlayır bu sahədə. 21 ola ya olmaya. Bax, bütün o aşıqların hamısına salamlar göndərdim də. Bu günə qədər hər bir qonağım olublar. Hər birinin ayrı-ayrılıqda doğrudan qəlbimdə onların yeri var. Aşıq Əhlimanla o qədər yaş fərqimiz olmağına baxmayaraq, o qədər gözəl dost münasibətlərimiz var. Əvvəl tez-tez dəvət eləyirdim. Həm radioya, həm televiziyaya gəlirdi. Birdən-birə doğrudan da xəbər tutdum ki, o biraz səhhətində problemlər yarandı. Əsasən də evində də olmuşdum. O mərdliyin, o səxavətliyin, bir də o təbiət sevərdi. Yəni bu mənim xoşum gəlir ümumiyyətlə ağaclarla oynayan insanlardan. Həqiqətən ha. Hamısı elə olur, təbiəti xoşdur, təbiət qoynunda olmağı xoşlayırlar.
Mübariz bunlara niyə oxşamadı? Mor qarşıdı. O da qeyb bir dənə bağ-bağat salıydı da, elə təbiət. Elə hamısı Yəni təbiət. Mübarizin də qəşəng Varıdır həyəti maşallah, var. bəli, var. Həyət evində bağ bağçası var. Yo, Mübarizin bir dənə yaxşı ferması var. Ondan danış deyim. Elə, maşallah. Elə danışsan ki, Allah özünə qismət eləsin. Ümumiyyətlə bu sənətdə var ferma müdirləri. Bayaq müdirdən danışırdıq ha. Ferma müdirlərindən biri Camaloğludur, biri də ki xanım Sariyevadır. İkisi də ferma müdiridir. Allah sağlıqlarını qismət etsin. Amin inşallah. Növbəti bir ifa gəlsin. Elgiz elə də deyir ki, deyir. Allah sağlıqlarına qismət edir. Ürəyində deyir, Allah mənə də yetirsin. Yetirər Allah qoysa. Nə yaşımız var ki, ay Elgiz. Allah Gəl, şükür gəl, bugünümüzə. maşallah. Saçı, xaçı, hamısı yerindədir. Bugün maya qoyub ki, anar məndə bir dənə qüsur tapmasın, tapa bilmirəm. Bayaqdan süzürəm səni maşallah. Pencəyin, bu pencəkdən bir Əlikramda var Bayramovda, bir də səndə. Amma kilo da atmısan ha, kifayət qədər. Maşallah. Mən sənə qədərəm, sənə kimiyəm, sənin özünə. Mən başı havalı, gözü yaralı, dəli biriyəm. Mən sənə qədərəm, sənə kimiyəm, sənin özünə. Mən başı havalı, gözü yaralı, dəli biriyəm. Nə bu şəhərin vurğunuyam, gözləmirəm başqa nəsə. Təkcə səni yaxtarıram, istəyirəm bir nəfəsə. Sənə bir ürək bağlamışam, ölənə qədər bəsdir sənə. Sənə bir ürək bağlamışam, ölənə qədər bəsdir sənə. Gitsənə gəl, saxla onu, gələnə qədər bəsdir sənə. Gitsənə gəl, saxla onu, gələnə qədər bəsdir sənə. Gəl sənə toxunum, səni qoxuyum, sinəmə çəkim. Gəl nəsə mənə bir əlac edəsən, olasan həkim. Gəl sənə toxunum, səni qoxuyum, sinəmə çəkim. Gəl nəsə mənə bir əlac edəsən, olasan həkim. Nə bu şəhərin vurğunuyam, gözləmirəm başqa nəsə. Təkcə səni yaxtarıram, istəyirəm bir nəfəsə. Sənə bir ürək bağlamışam, ölənə qədər bəsdir sənə. Sənə bir ürək bağlamışam, ölənə qədər bəsdir sənə. Gitsənə gəl, saxla onu, gələnə 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 qədər bəsdir sənə. İnsaf elə, sənlə keçən günlərimin xətrinə gəl. Yazdım adın qəmlə sənin şeirimin hər sətrinə gəl. Verərəm əziz canımı bir kəlmənə, bir sözünə sənin. Yetər ki sən bir daha bax, mən də baxım gözünə sənin. Gitsənə gəl, saxla onu, gələnə qədər bəsdir sənə. Gitsənə gəl, saxla onu, gələnə qədər bəsdir sənə. Gitsənə gəl, saxla onu, gələnə qədər bəsdir sənə. Gözəl sözləri var idi. Təzə mahnıdır hə bu? Zamanıdır, bəli. Bayaq yoldaşlara da dedim. Bunun sözləri bizim buradan salamlayıram mənim əziz dostum Emil Salihə məxsusdur. Musiqisini də mən düz qoş eləmişəm. Gözəl, gözəl. Aranjman da Sadiq xan qardaşımıza aiddir, bəli. Xeyirli uğurlu olsun. Qəşəng, gözəl.
Gözəl. Təbrik eləyirəm Elgiz. Yaxşı, Var olun, gözəldir, əzizim, gözəl. var Xeyirli olun. uğurlu Yox, siz nətərdir? Bu Əlbaba müəllimi Allah rəhmət eləsin, bizim böyük sənətkarımız. Ruhu Həmişə şad olsun. Əlbaba müəllim bilirsiniz ki, muğam sənətində çox böyük rolu olan, izi olan bir sənətkarımızdır. Elə bir muğam yoxdur ki, orada o adamın təsnifi, o adamın bəstəsi olmasın. Elə təsnifləri var ki, məsələn, adi bir buradan bir ceyran keçir. Bu, burada gör nə qədər məsələn ladlara dəyilir, nə qədər məsələn burada musiqi var bu bəstənin içində. O həmişə onun təsnifini oxuyanda bizim muğam müsabiqəsində deyirdi ki, hə bu mənim düz qoşmamdır. Bunu özüm düz qoşu eləmişəm. Təbii ki, bizim hərənin öz işi var, biz bəstəkar deyilik, amma arada bir gəlir, bir-iki dənə belə mahnı. O arada tez-tez, arada gəlməsin, tez-tez gəlsin belə mahnılar. Bayaq elə Rəşidoğlunu dəvət eləyəndə elə Elgiz mənə dedi ki, köklüdürsə bir canlı nəsə istəyərəm. Yəni, mümkündürmü Rəşidoğlu? İndi yaxşı gedəndən sonra, veriliş bitəndən sonra. Əlbəttə indi canlı-canlı. Axşam sabah mənim çeşmi didəmlə Axşam sabah mənim çeşmi didəmlə Göz yaşlarım axdı, sel hayf oldu Cavanlığım Cavanlığım qəfil çıxdı əlimdən Saçlara qar yağdı, tel hayf oldu Dost gəngəlin Dost gəngəlin rəvrat baxmır sözümə Tay tuşlarım day deyir üzümə Yavaş-yavaş tor gəldikcə gözümə Şu qamətə indi bel hayf Elgiz O yurd yerində bir yanım uca dağ, bir yanım dərə. Kövrək yaddaşımın bənd bərəsində qayıdıb getmişəm mən o günlərə. Yəqin naxışlanıb yaddaş lövhənə, telimə gül taxıb çiçək hördüyün. İndi də yaşayır o xoş ənənə, yaşayır bir zaman gözəl gördüyün. Yəqin ki, quruyub qaya bulağı, bizi unudubdu zümrüd, çəməndə, o ötən günlərə aşıq sayağı bir nəğmə söyləyim, qoy indi mən də. Qəlbimi dağlarda qoyub gəlmişəm, sevgim bir göyərçin nəğməsi idi. Heç zaman, heç nəyə dillənməmişəm. Bu nakam sevgimin boğuq səsi idi. Nə sən xoşbəxt oldun, nə mən bəxtəvər, Səni yaddaşımdan silə bilmirəm. Nə qəlbdə güc qalıb, nə də ki təpər, hansımız yarıdıq, mən də bilmirəm. Nə xoşdur yalvalasan nazlı yara hərdən bir Gözəl, gözəl. Nə xoşdur yalvarasan nazlı yara hərdən bir O da sənin dərdinə çarə qıla hərdən bir Mənə də bu eşdə dərmanə nüsxə yazmadılar Dedilər, ay aşıq sən gərək düşəsən azara hərdən bir Sayla oyala gözlərini kəməndə salmaq üçün Dedilər sən gərək çıxasan ki kara hərdən bir qız yanaqları almadı keçdi
Salam verdim salam olmadı keçdi. Gözəl də bu qədər zalim olarmı? Aşığın könlünü almadı keçdi. Ay yaman ay can aman ey. Allah səni göydə yerə yendirir, gözəllər gözəli aşarabanı. Sən tək gözəl olmaz dünyadan, ömrümün bəcəyi aşarabanım, aşarabanı sevirəm mən. Aşarabanı ölürəm mən, eyvana çıx gedirəm mən. Ay zalım zalım sevirəm mən, ayam ayam aman. Elgiz Əliyev, Elçin Rəşidoğlu Yanar Saat verilişində. Bəs mən? Bəs o boyda şeir gümbuldatdım mən. Sən soyadımı O bilmirəm. boyda şeir gümbuldatdım mən. Nətər yəni? Sən soyadımı bilmirəm, ona görə qaldı pərdə dalında. Elətlə Yanar Saat Anarda bir şeir dedi. Yer gəlmişkən Bəli, bizim bəli, dəyərli bəli. Doğrudan da jurnalistimiz. Gözəl bir şeir Təşəkkür idi. edirəm. Telli Pənah qızının şeiridir. Elə onu da Telli xanıma da salamlayıram. təşəkkür edirik, Birazdan çox bir sağ dənə də olsun. qəşəng müşahidə eləyərsən inşallah. Gözəl Bir bir- davam eləyər bu canlı performanslarımız. Bəli əzizim. Canlı performans davam edəndə deyəcəklər aktyoru mikrofon tutmağa gətiriblər. Yo, niyə ki aktyor maşallah tort bişirir. Aktyor şovmendir. Aktyorun maşını bu dəqiqə kraskadadır. Allah bilir maşından xəbərim yoxdur. Onun markasını bildi, sənin maşınını bilmirik. Yaxşı, bu belə deyim də, bu sənət ümumiyyətlə nəsildə varmı incə sənətə maraq, meyilli insanlar? Xeyr. İncə sənətə meylli insanlar yoxdur. Nəyə görə ki, mən orta məktəbi bitirəndən sonra İncə Sənət İnstitutuna girmək istədim. İndi universitetdə. Nənəm qoymadı. Hələ nənəm qoymadı ki, yox, aktyor olmadı, get başqa bir sahəyə. Mən nənəmin sözündən çıxmadım. Mən İqtisadiyyat Universitetini bitirmişəm. Nənəniz hara qoymadı gedəsiz? İncə Sənət Universiteti aktyorluğa. Yaxşı, evdə yəni kişi demədi ki, ay Loğman, sən hara getsən, get başqa bir sahənin qulpuna. Sadəcə nə bilim, həyatdır da təlim. Oğlunuzda da Belə- deyəsən nəsə var, hə? Oğlunuzda da deyəsən. Bəli, hə, Bahar xanım məni dəvət eləməmişdən əvvəl Telmana zəng eləyib. Bahar Hə, ölsün. Aha. Hə, o Telman Loğmanov. Mən deyirəm Bahar ölsün, deyir hə ölsün. Allah Ölsün. eləməsin. O da kiminsə övladıdır. İndi mən deyirəm, Yaxşı deyirəm. eşitmədim, Siz Allah niyə eləməsin. təsdiqləyirsiniz ki? Can, Hə. tortu da Telmanla göndərəcəm. Elə bir perspektivli gəncdir. Oğlu Çox deyə gözəl demirəm. səsi var, gözəl də gitarada ifa eləyir. İki oğul övladınız var. Hə, iki oğlu. Maşallah. Biri Allah- futbolçudur. Mən sizi bilirsiniz kimə bənzədirəm. Bayaq Adilə oxşatdım elə Rəşid oğlum. Mən bilirəm kimə bənzədirsiniz. Deyin. Torpağı sanı yaşayım mən. Hə. Diktormuz, hə? Yox. Səməd Səmədov deyirlər oxşar. Hə, Səməddən. Yox, mən sizi Acı. Rafiq Hüseynova bənzətdim. Elə, Yo, çox üzr istəyirəm. Hicran bəy var idi bizim diktorumuz. Hicran. Onlar çox belə orijinal bənzətmədir. Mən heç onun vaxt şəkillərini eşitməmişəm. birazdan tapacağam. Mən sizə tam dəqiqliyi ilə göstərəcəm. Hə. Mən yadımdadır Bax, İzdən xanım. O bayaqdan- biraz smuglu adam idi da, Hə, belə bax bayaqdan. qarayanız. Yox, Səməd vallah qəni rəhmət Allah eləsin. rəhmət Ay Allah, mən o qədər deyirdi, gəl Zorge parkında, indiki Koroğlu parkı gedirdi. Gəl orada səhər tezdən qaçırdı orada. Qaçırdı. Anar sən də gəl mənə qoşul, gəl filan belə. Allah rəhmət Var eləsin. o dinamik düz deyir. Hə, biraz. Biraz mənim iş prinsipində də o iş başında mənə görəndə aparıcılıqda zadda deyirlər ki, sən elə Səmədin Amma bu davamçısın. tədbirlərdə aparıcılıq eləmisiniz. Bəs nə əcəb hansısa bir televiziya ekranlarında aparıcı kimi özünüzü Hə, sınamamısınız? teleaparıcılığa çıxmadım nəysə. Nə hə, əcəb yəni. sınamadınız özünüzü? Biraz gənc olaraq bu işlə məşğul olmaq lazımdır mənə elə gəlir. İndi düzdür bu Sizin taytlarınız hələ evlənməyib, nə danışırsınız siz? Gənc deyəndə ki, maşallah o yaşa görə yaxşı qalmısınız. Məndə 27-dir, sizdə də bir 51 var. 55. Yaxşı. Bugün siz nə yemisiniz, nə içmisiniz, siz üçünüz də Loğman burada. müəllim ümumiyyətlə toy məclislərində çox belə yüksək səviyyədə. İndi mən təzədən evlənim ki, onu necə aparır onu görüm. Mən bilmirəm axı, mən indi evli adamam. İndi Allah qoysa Allah qismət eləyər. Bir Biraz şablondan kənara çıxaraq mən aparıram. Aparıcılığım biraz qeyri-adidir, başqa cür. nə edirsiniz ki? Yəni onu belə sözlə də izah eləmək olmur, belə. Yox, bax, biz dayanmışıq. Hə. Duz istiyoruz lazım deyil. Lazımdır Qatmasın duz. elə. Torta nə istəyirsən? Hə, sort da var burada. Porsiya ilə o 4 dənə bir böyük sok sənin deyib verəcəm onu aparasan evə gedəndə. Bir bax biz burada əyləşmişik.
mən sizi tutalım da, oğlumun məclisini idarə eləməyə sizi dəvət eləmişəm, amma yaxşıya ya, yəni Bəli, narahat, bəli. axırda yaxşı gedərsən, beyləşmişik. İndi bu məharətimizi göstərin də, bəlkə doğrudan televiziya ekranlarından bir təklif də gəldi sizə bir aparıcı olaraq. Bir dəfə Spek kanalında mənə belə bir təklif eləmişdilər ki, burada studiyada göstər görün necə toy aparırsan. O düzgün Mən yanaşma. baxmamışdım Anar bəy, ona. düzgün yanaşma Yox, deyil. mən toy demirəm. Mən sizə toy adı çəkmədim ki. Hə. Mən ümumiyyətlə deyirəm ki, bir məclisə dəvət eləmişik. Olsun dedim, bəlkə elə aparıcı kimi çıxış eləyin. Yəni baxaq da, yəni bəlkə elə doğrudan da hansısa bir telekanaldan bir təklif gəldi. İnsan ümumiyyətlə özünü nümayiş elətdirməli. Mən geyim oturum evdə. Məni kim dəvət eləyəcək? Görə bir qapı döyəsən, bir hardasa nə bilim özünü göstərəsən ki, bu adam var. İndi bax, siz ikinizdən çox, Elgizlə daha belə deyim də, illərdə tanışlığımız var. İndi tutalım mən hardasa, bəlkə uzaq olsun, 3 ildə, 5 ildə işləməsəm, yenə o aparıcı statusum var, bilirlər, anardı, yanar saatdır bu da. İndi o pis çıxmasın, marka olaraq onu qazanmışam. O gün elə müğənni İlqar Xəyal mənə deyir ki, deyir, Anar, hər adam sənətdə o fişqa at tuta bilmir. Deyir, sənin artıq bütün hamının telefonunda sənin adın Anar, yanar saat kimi yazdım. Daha sən kiməsə yığanda deyəsən, mən filan kəsəm, oyam, buyam, heç kim o dəqiqə bilirlər ki, bu anardır, yanar saatdır. İndi yəni demək istədiyim odur ki, aparın el şənliklərini. O da əslində məsələn, mən el şənliyində püxtələşməmişəm, mən aparmamışam. İndi yəni demək istəyirəm ki, bəlkə siz orada məndən daha belə deyim də səriştəlisiniz. Orada Anar bəy, birisi necədir bu aparıcılıqda? Qonağın sayına görə görsən ki, format dəyişməlidir. Qonağın sayına görə. 500 nəfərlik toyda Orada da porsiya dəyişdirirsiniz. orada da porsiya. Hə, və 100 nəfərlik, 200 nəfərlik məclis başqadır. 500 nəfərlik, 400, 500, bizim elə toylar Orada çox səs sayılır. tempi dəyişilir, yoxsa necə? Səsdən deyil. Mən fikir vermişəm ki, bir çox adamlar özlərinə showman deyirlər. Amma sadəcə onlar diktorluq eləyirlər. Yəni məndə bir balaca başqadır. Mən ilk öncə elə bir sizin qonaqların içinə düşsəm, mən elə bil özümü elə aparacağam ki, onlar elə biləcək ki, mən 40 ildir Anarla dostum. Bax, o dərəcə mən səmimiyyət yaradıram birinci növbədə. Əslində aparıcı elə olmalıdır. Çünki idarə etməni sizə veriblər. Bəli, o səmimiyyət. O 400 nəfər, 300 nəfər deyirsiniz adam var. Onların günahı yoxdur axı, tutalım. Onlar üçün maraqlıdır. Əslində o səslə, o sən artıq o tədbiri əlvə almalısan. Çünki idarəçilik sizdədir, aparıcıdadır. Yəni onu idarə edən adamdır. Məsələn, mən belə bir şey var ki, kompleks olmamalıdır. Məsələn, mən özüm bilirəm ki, məni istəyirsən 1000 nəfərli insan arasına çıxart. O kompleksim yoxdur mənim. Qətiyyən. Mən elə biləm orada heç kim yoxdur. Heç kim. Adam aparıcı var ki, bu televiziyadan o biri televiziyaya gedir. Elgiz inanırsan, bunun dəfələrlə şahid olmuşam. Ya radyo məkanından bu radyo tezliyindən o birisi radyo dalğasına gedir. Onun səsi dəyişilir. Biz qətiyyən. Bir dənə də söz deyim. Bəli. Qardaş. Bax, məsələ bir sizdən deyim. Məsələ burasındadır ki, bayaq gözəl söz dediniz, o təsdiqlənmək məsələsi də var. Bir də ki, adam var ki, məsələn, o bayaq özüm vurğuladım ki, ilk baxışda məsələsində. Adam var ki, məsələn, mən onun sözünün, zarafatın heç vaxt məsələn nə qəbul eləmərəm, nə də ki, məsələn, imkan vermərəm ki, mənlə məsələn zarafat eləsin. O da mütləq olan bir şərtdir. Məsələn, Loğman müəllim simasında o qədər səmimiyyət var ki, həqiqətən. İndi o deyir, səmimilik yaradıram. Amma elə aparıcıda var ki, o səmimiliyi yaradır, o da tutmuş. Məsələn, Anar qonağı ilə istədiyi səmimiyyətlə, məsələn, elə sənətkarlarına zarafat edir ki, məsələn, onun heç bir aparıcı bəlkə də eləmir. Açıq deyirəm də. İlk dəfədir, bax bunu. Anarın cəsarəti oradadır. Həqiqətən, Oradadır, bəli. Həqiqətən, bax bu, yəni o hər adamın Bəli, bu o birsiz dəfədə onu Allah verməlidir. O Allahdan verilən bir şeydir ki, adam var ki, onun sözün qəbul edə bilirsən. Adamda var ki, yazıq əslində heç nə demir, amma qəbullana bilmirsən. Bayaqdan da şeylər var. Fikirləşirəm. Loğman müəllim deyir, o deyəndə artıq onun o dedikcə fikirləşsən ki, bu insanda bu sima var. Bu insan həqiqətən məclisdə bu səmimiyyəti yarada bilər. Bax elə ustadından danışdıq. Bir dəfə Məsum İbrahim mənə deyir ki, bu lent yazısında da var. Deyirsən buradan Mazambikə də getsən, sən buradan Himalay dağlarına da qalxsan, sənin o ordun ki var, qonaqların. Onlar orada gələcəklər. Onlar həmin o çöllüyə də gələcəklər. Hara sən getsən gələcəklər. İndi sən fikirləş, mən gedirəm. Mənim çiyələklərim Nisə Qasımova, Mətanət İskəndərli, Naspəri Dostəliyev ora gəlməsin. Elə şey olar. Mən hətta çox üzr istəyirəm. Elə müğənnilər var ki,
Yəni ki, özlərinə də demişəm, özləri də bilirlər. Bəzi sənət, o gün elə ağıya deyirəm, imperatora deyirəm, ağadaş ağaya deyirəm, mən gedim. Bəzi insanlar var, mən cəsarətlə deyirəm, sənin ixtiyarın yoxdur ki, mənim verilişimə gəlməyəsən. İxtiyarın yoxdur. Mən dediyimə gəldiniz. Bəli. Məsələn, adını çəkdiyiniz sənətkarlarımız, Nasbər xanım olsun, Nisə xanım olsun, Ağadaş Səxən mənim olsun. aşkımdır. Bunlar, yəni möhürlərini vurmuş sənətkarlarımız deyil. Açıq deyirəm də. Yəni onlara o erkələmək. Allah qorusun onları. Onlar mənim gözəllərim, hətta mənim bülbüllərim də var Akademik Milli Dram Teatrında. Valla Zemfira Nərimanova, Firəngiz Mütəllimova, Səidə Quliyeva, Bəsti Cəfərova, Mehriban xanlar var, Səidə Quliyeva. Onları da öpürəm, bağrıma basıram. Can sağlığı arzulayıram. Bayaq iki daşlar arasında sözün dedi ki, aktyoru bura çağırıblar mikrofon tutmağa. İndi Rəşid kişi bizə baxır, baxmır. Baxır, deyəcək oğlumu gətiriblər oraya belə züy tutmağa. Züy tutmağa yox, gəl biz səndən ifa eşidək, sonra söhbətimiz davam eləyəcək. Bəzi insanlar sözümüzü yarıda saxlamasalar, davam eləyəcək söhbətimiz.
Rəşidoğlu'nun ifası idi. Təşəkkür eləyirəm. Gözəl ifalar, mahnılar, sözlər, şeirlər davam eləyir maşallah. Rəşidoğlu, sizdə var ümumiyyətlə nəsildə bu sənətlə məşğul olan insanlar? Xeyr, bizdə yoxdur bu sənətlə məşğul olan. Mənim öz həvəsim olub uşaq yaşlarımdan. O vaxtları mən musiqi kollecini həm tar, həm də xanəndəli üzrə bitirdim. Bizim xalq artistimiz Zabit müəllimin sinifində oxumuşam. Zabit müəllim, Xanəndə kimi, nə bəli. gözəl. Sonradan elə bil bu universitetə aşıq sənəti üzrə qəbul oldum. Aşıq Əhliman müəllimdən dərs aldım. Sonra magistratura pilləsini oxudum. Aşıq Samirə xanımdan dərs aldım. Gözəl. Hamısı, üçü də gözəl dostlarım. Özü gözəl sənətlərində öz belə deyim də möhür vuran insanlardılar. Samirə söz ola bilməz. Samirə ürək. Amma mən sizə deyim ki, uşaq yaşlarımdan mən həmişə Əhliman müəllimə aşıq olmaq istəmişəm. Bilmirəm nədənsə, Əhliman müəllimi görəndə televiziyada həmişə istəmişəm ki, Aşıq Əhliman kimi aşıq olum. Yəni o arzum olub mənim. Şükürlər olsun ki, bəli. Arzunuz çin olub. Yaxşıdır. Mənə gəlir ki, Əhliman müəllim sizlə fəxr edə Allah bilər. canını Ümumiyyətlə sağ fərqi yoxdur. Hansı sahədə olursan ol, o sahənin belə deyim də yenə də deyirəm, orada özün olmalısan. Məsələn, bayaq elə ustadının adını çəkdik, Mənsum müəllimin. Bax bu gün bayaq sadalayırsan, Aşıq Əhliman deyirsən, mən hörmətlə yanaşıram ona təbii ki, amma öz yolun, öz dəsti xəttin, öz cığırın olmağı çox gözəl bir şeydir. Elə tək müğənnilərdən söhbət getmir. Məsələn, aparıcı da olsun, bir də görsən kimisə yamsılayır ki, bundan var da, bundan var. Özün ol, sən çalış özün ol. Təzə başlayanda ola bilər, o mütləqdir. Əgər sən müəllimini sevməsən, kimi sözünə ömür tutmasan, sənətdə heç bir şey eləyə bilmərsən, heç bir irəli addım ata bilmərsən. Mən belə düşünürəm. Çünki belə görürük ki, müəyyən bir vaxta qədər müəllimin sənin üçün bir kumir olmalıdır və onu yamsılamalısan. Çünki oxumanın səliqəsini, səhmanını öyrənmək üçün o xoş o adamın halındadır ki, yaxşı bir sənətkar özünə kumir tutur. Və onda yaxşı bir sənətkar kimi formalaşa bilirsən. Amma sizin sözünüzə qüvvət, məsələn, lap böyük sənətkarlarımız var ha, o rəhmətə qovuşanlardan belə olsun. Hamısı vaxtında xanəmini yamsılayıb ha. Xanəmi özü yəqin gözündən böyük kimsə yamsılayıb. Bunlar hamısı yamsılayıblar. Amma müəyyən bir vaxta qədər. Müəyyən bir yaşdan sonra artıq oxumağı dərk eləməyə başlayandan sonra. Sən istər-istəməz, yəni bunda belə işitmişik ki, 27-30 yaşına qədər olur. Ondan sonra artıq özünüzü tutursan. Özünün bir yolu olmalıdır, Bəli, özünün bir dəstə. bəli. Çünki vardı onunla, o ifaçıdan var. Sən özün elə bir şey yaratmalısan ki, öz fərq. Çünki Allah Taala hər kəsə bilirsiniz, dünyada məsələn neçə milyard insan var da. Məsələn, onun fikir versiniz, hər kəsin Allah Taala simasını bir başqa cür yaradır. Oxşarlıqlar var, amma bir başqa cür yaradır. Və bu səs də belədir, sənət də belədir. Hər kəsin səsinin özünə məxsusluğu var. Hər kəsin ifası özünə məxsusluğu var. Təbii ki, o da istəsə. Kimsə tənbəllik edir, bir cığıra düşüb gedirsən, orada arıqda qala bilmir. O sazdan bir dənədir səndə, yoxsa var bir neçə dənə? 2 dənə sazım var. Bu mənim ilk sazımdır. Yəni ilk dəfə mən Cürə sazlarda mən eşitmişəm. Bəli, bu orta sazdır amma. Cürə saz Yığcam balaca olur saz biraz. olur. Bu ortadır, bir də ana saz var, tavar saz. Bilsiz o saz da belədir ki, insanın o fizionomiyasından asılıdır da. Biraz məsəl üçün kök insanlar biraz o ana sazdan istifadə edir. Yəni mən İndi orta bunu saz- Namiq Fərhadoğlu götürsə ona yaraşmayacaq. Yaraşar, əlbəttə yaraşar. Ona da yaraşar. Bəs bunu tutalım götürsə, Aşıq Borçalı, Telli xanım. elə götürsün bunu Lətvə Çeşməli, onda Bəli, nətər? hamısına gözəl. Elə onların da sazı orta sazdır. Lətvə xanımda da orta sazdır, Telli xanımda. Solmaz xanımın bir balaca sazı var. Əli gözəl sənətkardır. Bəli, bəli. Əli çox gözəl Əli, sənətkardır, əli. həqiqətən. Mən yəni çəkinmədən deyirəm, Əli çox gözəl. Yəni yaşının az az deyəndə ki, yəni o sadaladığımız bayaq Əhliman müəllim falan. Əli əsl aşıqdır. Əli gözəl sənətkardır. Yəni Gözəl Əlidən sənətkardır. suyum Elçin keçmir, qardaşım, çörəyim gözəl. keçmir. Buradan da salamlayıram. Elə Rəşidoğlu, yəni Bəli. evdə Rəşid kişi bu saza maraqlı, meyilli olmayıb da. Yəni imkan veriblər də sən bu sənətin arxasıcan düşəsən. Bəli, Bəs bəli. bu onlar. maddiyatı, bəhrəsini daddırdın onlara. Yəni Bəli, onda bəli. daha şirin oldu sənin sənətin. Bəli, elə indi də mən onlar, yəni Allah canlarını sağ eləsin. Deyir, ata-ana sağ ikən saymayan övlad, öləndə hörmətin başıva dəysin. Cənazə başında qoparıb fəryad, həşri qiyamətin başına dəysin. Övladsan atanı sağ vaxtı ara, ana ağ deyəndə sən demə qara,
Onlar bu dünyadan köçəndən sonra verdiyin ehsanın başıva dəysin. Atadır, anadır varlığın canı, onlarsız törəyib yetişən hanı, şah olsan, ziyarət etməsən onu, təxt-i səltənətin başına dəysin. Allah cəmi atalarımızı, analarımızı Kobudcasına dedik, amma yenə də qədir qiyməti, yəni sağlığında bilmək lazımdır ata-ananın. Əzizim Elçin, gəl elə səndən bir ifadə alaq və Aşıq Əhliman müəllimin repertuarından oxuyam. Hansı çiçəkdə güldə var? gözəl, gəl. Rəngi sənin yanağının hansı çiçəkdə güldə var? Rəngi sənin yanağının hansı çiçəkdə güldə var? Şirinliyi söhbətinin hansı ağızda dildə var? Şirinliyi söhbətinin hansı ağızda dildə var? Hansı ağızda dildə var? Hansı ağızda dildə var? Sən girəndə donan dona tavuz qalır yana yana. Sənin kimi gözəl sona, sənin kimi gözəl sona, hansı dəryada göldə var, hansı dəryada göldə var, hansı dəryada göldə var, hansı dəryada göldə var. Qara qaşın kaman yayı, qara qaşın kaman yayı, göydə heyran edib ayı, göydə heyran edib ayı, göydə heyran edib ayı. Əsdi təh gözəlin tayı, sənin təh gözəlin tayı. Hansı mahalda eldə var, hansı mahalda eldə var, hansı mahalda eldə var, hansı mahalda eldə var. A belə bu əsrdə mənə məzlum deyirlər, sevib sevilməkdən söz düşən kimi. Bu əsrdə mənə məzlum deyirlər, sevib sevilməkdən söz düşən kimi. Ciyərlərim xal-xal olub sevgidən, qara şanələrə göz düşən kimi. Eşqdə yolda var, dumanda çəndə. Eşqdə yolda var, dumanda çəndə. Aşiqəm bu yoldan dönmərəm mən də.
Təşəkkür edirik gözəl ifaya görə minnətdaram. Bayaqdan sən ifa eləyirsən, mənlə ilgili sənə qulaq asırıq. Loğman orada mənə göz qaşla, tortu nə vaxt kəsəsən? Kəsəcəm, ürəyin yervə gəlsin, kəsəcəm. Yox, gəl kəsəcəm, nə olub, bir səbrin olsun sənin, nə olub, ay qardaş, bəlkə elə evimə aparacam. Evdə də uşaqlar gözləyirlər, atamız işdən gəlir. Qəribə adamsan, ey baba. Eyb yoxdur, anar mənim, 4 yerə bölməyin, çox olar elə. Mən tort yemirəm ki, belə götürəndə, pajizni, həyatı, tort yeyən deyiləm. Amma yaxşı pişirirsiniz. Yaxşı, həmişə. 4 yerə dedin də sənə onda. 4 nə üçün? Yox. Bayaq dedi 4 yerə də. Yox, gedəndə evə də pay qoyursunuz siz. Biz tərəfdə elə bir qayda var. Siz deyəsən ancaq alım mollasınız. Elgiz mənə kömək eləmək lazımdır, Elgiz. Ehtiyatlı olun. Elgiz müəllim. Ay, nə gözəl. Elçin, bəli. Ye doydu olan. Biz yeməsəydi olan. Ən şirin ifadə. Ye doydu olan. Yox, 4 oldu. Sən narahat olma. 4 oldu. Hə, 4 oldu. İndi mən bəsləməliyəm səni. Yox, yaxından göstərin onu zəhmət olmasa. Allah, hələ yeyir, utanmaz. Vallahi. Allaha and olsun. Mən olsam utanardım, bir yaşmaqlanardım, bir çəkinərdim deyə. Ye, sən Allah. Biz sən mane olmuruq sən. O elə iştahla çay da gətir. Bəlkə bir rəqqasələr də gəlsin bura sənə görün. Elə vəssalam, burada da 4 dənə pay var. Elə bax bu Elgizin payı, bu da aktyorun payı. Elə bu mən yetmə, elə bu dəst. Bu da mən. Yox, sizin payınız elə qabaqda da Allah qorusa. Bugünlük payımı verirəm texnik işçi. Sən can ye, atsan, işdən gəlmirsən. Sən canım, sən Allah ye. Vallahi ye. Halal xoşun olsun ye. Sağ olun, müavinlər oradadır, yiyəcək. Bütün prodüserlər hamısı buradadır. Mən bunları da aparıram, qızlarımla yiyəcəm, subay qızlarımla. Təranə Vəlizadə ilə bu dəqiqə Ruhəngiz Musəvi məni gözləyir. İllərin yanıb alışan Yanar Saat proqramı davam eləyir və proqramımızın sponsor haqqında məlumat çatdırmaq istəyirəm sizə. Cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da bugün bir çox insan sidik qaçırma problemindən əziyyət çəkir. Türkiyənin ən çox seçilən böyüklər üçün bez markası olan Jumpet böyük və iri hərflərlə adını artıq bu camiyyəyə yazdırıb. Jumpet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif eləyir. Sidik qaçırma səviyyələrinə uyğun xüsusi olaraq hazırlanmış fərqli məhsullara sahib olan Jumpet həyatınızı asanlaşdırır. Siz də bu həyatı dolu-dolu yaşamaq, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin, Jumpet alın və inandırıram sizi, cəmiyyətimizə qoşulun, insanlarımıza qoşulun. Jumpet məhsulları əlinizdən tutacaq və rahat-rahat gəzib dolaşa biləcəksiniz, işə gedə biləcəksiniz, yaxınlarınızla, əzizlərinizlə gözəl bir ortamda olacaqsınız. Jumpet Türkiyə məhsulu olaraq böyük bir markadır, böyük bir brenddir. Elə axşamların bu çağında, bu vədəsində o qədər acı yalavacdılar bunlar. Əli bunu apararsan təzə mənzili və Allah, mən mübarəkliyin eləyir amma. Əli təzə ev alıb bizim operatorumuz. Təbrik edirik. Mübarəkdir. İnşallah hərəviz belə deyim də biriniz bir yorğan, biriniz bir döşək, biriniz bir belə deyim də balınc gətirərsiniz. Bu tort da mən sənə verirəm. Allah, nuş olsun. Hörmətli tamaşaçılarımız, bu da yavaş-yavaş proqramımızın sonuna doğru gəlirik və qeyd etmək istəyərdim, sponsorumuza bir təşəkkür etmək istəyərdim. Türkiyə markası olan dəyərli dostlarımız var bizim. Xüsusi olaraq onlara bir atəşli salam çatdırmaq istəyirəm ki, Türkiyə markasıdır, Türkiyə brendidir, Türkiyə istehsalıdır və ətraflı bir balaca ilə sizə məlumatlar çatdırmaq istəyərdim ki, bizim bu markamızdan çoxları istifadə edə bilərlər. Hal-hazırda ekranlardan da görürsünüz ki, cəmiyyətdə çox danışılmasa da, paylaşılmasa da bugün bir çox belə deyim də insan sidik qaçırmadan əziyyət çəkir. Türkiyənin çox seçilən böyüklər üçün bez markası Jumpet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif eləyir və sidik qaçırma səviyyələrinə uyğun xüsusi olaraq hazırlanmış fərqli məhsullara sahib olan Jumpet həyatınızı asanlaşdırır və siz də doya-doya bu həyatı yaşayın.
tıklayın və bizim cəmiyyətimizə qoşulun, bizlərdən biri olun. Çünki elə bir problemdir ki, bu həqiqətən də sıxılırsınız, çəkilirsiniz, cəmiyyətə qoşulmursunuz, amma Jumpet bu işdə sizə yardımcı olacaq. Və elə qeyd etmək istəyərdim ki, son dəqiqələrdə təşəkkürlərimdən biri də üz baxımına görə olacaq. Maşallah, baxıram ki, Türkan Qiyasovanın əl işləri o qədər gözəl, o qədər yaraşıqlı. Firuzə İbadovanın siması mərmər kimi deyib, bərq vurur, gözəl. Mən də elə deyirəm, hər dəfə Türkan Qiyasova müraciət edirəm. Dermatoloq, kosmetoloq, kök hüceyrə mütəxəssisidir. Bakıda ən öncül, belə deyim də, klinikaların birində fəaliyyət göstərir. Bəylər də, xanımlar da elə kök hüceyrə ilə bağlı bizim dəyərli mütəxəssisimizə, həkimimizə, dermatoloqumuza, kosmetoloqumuza müraciət edə bilərlər. Türkan Qiyasovadan söhbət gedir. Instagramda, Facebookda və TikTokda da onun səhifəsi ilə tanış ola bilərsiniz. Və bugün elə fikirləşdim, düşündüm, daşındım ki, saç baxımından bir balaca fərqlilik olsun. Dedim, bu günləri elə xarizmatik Mübariz Tağıyeva bənzəyəcəm. Valla, onu kimi səliqəli, səhmallı, saçı, başı, üstü geyimi yerində və Fırad ustaya müraciət elədim. O da Sumqayıtda işıqlı məkanların birində fəaliyyət göstərir. Bir barber shop olaraq xatırlatmaq istəyərdim ki, bəylər də, xanımlar da üz baxımına görə saça qulluq, saqqalın təraşı, həna qoyulması, bax, hamısı Fırad abinin əlindən gəlir. Instagramda, Facebookda, TikTokda, bir sözlə sosial platformada var. Tez-tez canlı, belə deyim də, yayımlarla da öz əl işlərini orada təqdim eləyir sizlərə. Siz də elə müraciət eləyin. Fırad Muradova və sosial şəbəkələrdən də izləyə bilərsiniz. Bayaq diktorların adını elə sadaladım, çəkdim, amma burada elə Rəşidoğlu ifa eləyəndə mən həmin o fotonu tapdım, Elgizə də göstərdim. Yaşlı forması. Mən də baxardım, xahiş edirəm də icazə verin. Diktor Hicran bəy deyirəm. Yox, bu Davud Əhmədov. Davud Əhmədov. Bənzərlik gördünüz, hiss elədiniz həqiqətən, hə? Yaşlı formasında qeyd etmək istəyərdim ki, elə, bax siz, Davud müəllim, Allah qəni-qəni rəhmət eləsin. Hardasa 5-6 ildən sonra və oxşayaram bəlkə. 5-6 niyə? Allah qoysa 90 illik yubileydə. Allah qoysa 90 illik yubileydə inşallah bənzəyərsiniz. Əziz qonaqlar, mən sizə təşəkkür edirəm. Elgiz, xətrin mənim üçün əzizdir həqiqətən də. Var olasan, mən arzu eləyirəm ki, sizin evdən, ailədən, nəsildən bir körpə qığıltısının səsi gəlsin. Ana rəmsi də gəlsin inşallah. Birinci mən zəng vurum sənə. Həqiqətən, birinci mən zəng vurum səni, təbrik edeyim. O da olacaq, dilimə gəldisə, o da olacaq, cüt-cüt olacaq. Ekiz olacaq, Allah bizi 2 dənə oğul payı. Allah elçinə də o gözəl övladlardan inşallah qismət eləsin. Övladın ümumiyyətlə, mən ailələr var tanıyıram ki, oğlum olmasa belə olar. Ay qardaş, oğlan nədir? Onun qız payına da qurban olum Allaha. Oğul payına da qurban olum. Tək əli ayağı yerində olsun, sağlam olsun, gümrah olsun. Amma ən əsası da odur ki, Allah Teala hər bir ailəyə, hər bir ocağa o körpənin səsini, qığıltısını nəsib eləsin inşallah. Çünki həyatın ən gözəl, belə deyim, tərəflərindən biridir də. O atalıq hissini Loğman qardaşım yaşayıb, mən yaşayır, mən də yaşayıram. Allah Teala olmayan ailələrə də inşallah qismət eləsin. Hərdən belə deyim də, o vaxtı anam da həmişə deyirdi ki, Allah elə sənin kimi bir övlad sənə öz qabağıma indi çıxardım. Allah saxlasın. Allah Elgiz, elə sənin də qabağıma özün kimi inşallah övladlar çıxarsın. İnşallah bir Rəşid kişinin adını da yaşadasan. Ümumiyyətlə, ana qardaşım, qız dünyaya gələndə çoxlarına dərd olur. Amma unutmaq lazım deyil ki, oğullar var namərd, qızlar da var mərd olur. Eşq olsun mərd qızlarımıza. Sən dəyişik düşməmsən, sən elə Aşıq Əhlimanın tələbəsisən. Elə ot kökü üstə bizdə, sən dəyişik düşməmsən. Kimsə məni anlatsın, yalan deyirdi o, deyəcəm yox, odur. Anar, mən versin. İcazə ver, biz də sənin barəndə öz ürək sözlərimizi deyək də. Yəni, sizlə birinci görüşümüz o... Noşu görəsənli kimi gün buldadın gəlsin, deyin. Sizlə birinci görüşüm olduğu üçün mən çox məmnun oldum, çox şad oldum. Axırıncı olmasın tək, axırıncı olmasın. Bahar mənə zəng eləyəndə mən hələ soruşdum ki, qonaqlarımız kim olacaq? Mən üçün biraz önəmlidir. Yəni, yaş baxımından, iş baxımından. Siz də demişsiniz ki, 2 dənə cavan qız istəyirəm. Biri sağımda otursun, biri solumda. O sizi xarab eləyər. Elə özüm sizi bəy məclisinə saldım. Elgizlə Rəşidin adını eşidəndə, Rəşid dedim, Elçinin adını eşidəndə çox sevindim. İzləyirik, hər iki sənətkarı izləyirik, evdə ailəlikcə izləyirik. Mənə tərbiyə önəmlidir.
sənət bir balaca səhifə var, amma mənə tərbiyə, insanlıq, istiqamlıq, intellekt çox gözəl. Siz hələ veriliş başlamamışdan görüşdük. Onlarla söhbət Mənə elədik. savab oldu sizin orada üçlü ilə söhbət eləməyinizdə. Bəli. Allah sizi var eləsin. Çox sağ olun. Təşəkkür edirəm Siz sizə. də aparıcılar arasında kreativ, başqa cür, hamıya oxşamayan bir aparıcılıq var. Görə də biz deyirik ki, naxşıdır, Bülbül gülün naxşıdır. Aparıcılar arasında anar qardaşımız hamısından yaxşıdır. Amma məni bir sual düşündürəcək. Bilmirəm, indi efirə verəcəksən, Tortla bağlı verməyəcəksən. porsiyadır yoxsa? Yox, o da porsiya. Mənim fikrim orada qaldı, Sadəcə hə. mən bayaq fikir verdim, siz elə insanları xoşlayırsınız belə oxşatma ilə, bənzətmə ilə, kiməsə Çox, qoğal dediniz, çox, kiməsə çox. çiyələk, bülbül. Fikirləşdim ki, mən gedəndən sonra hansı, nəyə ad qoyasam? Sizin adınızı Məni verdim. necə deyirəm. çağıracaq? Sizi o boyda magikana, sizi o boyda dahiyə bənzətdim. O heç də, ha, bəli, bəli. Vəssalam O heç- da. Meyvələrdən 3 meyvə var. Yo, rəhmətli Zöhrə Abdullayeva, Allah qəni-qəni rəhmət eləsin. Bir dəfə o çiyələklərin adını çəkəndə bir də gördüm mənə səs atıb. Deyir, nə olar? Mənə də denən bir kiflənmiş qara moruq denən mənə. Allah ruhunu şad eləsin. Elgizəsim gəl. Sən o gözəl ifabı eşidək. Sənlə bitirdik biz artıq o tort məsələsi bugündən bağlandı. Daha böyük işlərdən biz belə deyim də. İnşallah. Belə deyim, un Elə bildim qulpundan deyirsən, yapışar. daha böyük tortlarla Daha gəl. böyük. Yo, tortdan bitirdik də. Tortda özümüzü Qaldım mən. təsdiqlədik. Daha böyük belə deyim də. Mən gərək fikirləşəm, düşünüm, daşınım ki, növbəti gəlişdə nə arzulayaq inşallah Elgizdə. Qulluğunda Elgizdə nə əmrə, arzulamaq olar? Mahnı, musiqi, gözəl sənət və Var ən olun. əsaslı Mən də odur ki, mən təşəkkürümü yenə də sənin bildirirəm. valideynlərimə təşəkkürümü bildirirəm ki, Sağ ol, əzizim. sənə verilən tərbiyəyə, sənə verilən qanacağa, sənə verilən mədəniyyətə, həqiqətən də var olasan deyir, o insanı gərək yolda tanıyasan. Son olaraq Elgiz Əliyevin ifası ilə proqramımız yekunlaşır. Sabah yenə buradayıq, amma bunlarsız. Sənə mən gözlərimi qurban edim, qurban edim, qurban edim. Hər kəsi eşqim ilə heyran edim, heyran edim, heyran edim. Başına mədər, mədər dolanım Başına mədər, mədər dolanım Köyün işhamı səhər cevlan edim, cevlan edim, cevlan edim. Köyün işhamı səhər cevlan edim, cevlan edim, cevlan edim. Köyünü, köyünü, köyünü şamı səhər cevlan edim, cevlan edim, cevlan edim. Eşidəndə o şirin söhbətini, söhbətini, söhbətini Qəlbə nəxş eyləmişəm surətini, surətini, surətini Necə də görürək, görürək qanadını Necə də görürək, görürək qanadını Köyün işhamı səhər cevlan edir